Mayın 2-də Şimal News tərəfindən gündəmə gətirilən Zərdabi qəsəbəsindəki yol problemi ilə bağlı artıq müəyyən tədbirlər görülməyə başlanılıb. Lakin sakinlərin sözlərinə görə, görülən işlər yenə də yerli əhalinin şəxsi təşəbbüsü və vəsaiti hesabına həyata keçirilib. Xatırladaq ki, qəsəbə sakinləri uzun müddətdir təmirsiz qalan, çala-çuxur və gölməçələrlə dolu küçələrin həm piyadalar, həm də sürücülər üçün ciddi çətinlik yaratdığını bildirmişdilər. Problemin həlli istiqamətində aidiyyəti qurumlardan nəticə görmədiklərini deyən sakinlər öz aralarında vəsait toplayaraq yolun təmiri üçün elan da yerləşdirmişdilər. Hazırda ərazidə bərpa işləri aparılıb. Xüsusi texnika cəlb olunub, yolun problemli hissələrinə çınqıl tökülərək hamarlama işləri görülüb. Sakinlər bildirirlər ki, uzun müddətdən sonra küçədə hərəkət nisbətən rahatlaşıb. Görünür, Quba rayonunda Qaraçay, Vəlvələçay və Qudyal çayın yataqlarında hasil olunan qum-çınqıl yerli sakinlərin rifahı üçün nəzərdə tutulmur. Nəhəng kanyonlardan hasil olan materialı da Qubalı öz cibindəki vəsait hesabına almalı olur. Müvafiq qurumlarsa bu mənzəriyə müşahidəçi qalır.